Bugün mən sizə agreement mövzusunda olan testlərin izahını verəcəm. Bəzi abituriyentlər 80-ci testdən sonra olan testlərin daha çətin, biraz daha qəliz olduğundan şikayətlənirlər. Ona görə də mən 78-ci testdən sonra olan testlərin izahını verəcəm. 78-ci testimizə baxaq. Physics and math are my favorite subjects. Fizika və riyaziyyat mənim sevimli fənlərimdir. Biz bilirik ki, elm adları həmişə sayılmayan isimdir və həmişə təkdə olurlar. Amma nə ilə birləşiblər burada? Burada and ilə birləşiblər və bir də iki elmin adı çəkilir. Ona görə də physics and math əlbəttə ki, are getməlidir, yəni cəmdə olmalıdır. Çünki iki elmin adı çəkilir və and-lə bağlanıb. Deməli, birinci cümləmiz doğrudur. İkinci cümləmiz where's the scissors? I need them. Scissors bilirik ki, həmişə cəmdə olan isimdir. Həmişə cəmdə olan isim izlə düzələ bilərmi və iki ayaqlıdır. Biz bəyəm onun bir ayağını kəssək, sonra bir ayağını daha doğrusu götürsək, bir ayağı ilə biz kəsə bilərikmi? Xeyr, kəsə bilmərik. Ona görə də təbii ki, bu həmişə cəmdə olan isimdir və mütləq ki, are qəbul etməlidir. Where are the scissors olmalıydı. Amma burada them yazıb. Bax, bu them scissors sözünə göndərmə edib, göndərmə. Burada bu doğrudur, them doğrudur. Amma burada iz olduğuna görə ikinci cümləmiz səhvdir. Üçüncü cümləmiz his friends love helps him a lot. Onun dostlarının sevgisi ona çox kömək edir. Biz burada iki ismə baxırıq. Friends də isimdir, love da isimdir. Düzdürmü? Burada biz həmişə belə cümlələrdə ikinci ismə baxmaq lazımdır. İkinci ismimiz nədir? Sayılmayan isimdir və həmişə təkdədir. Sayılmayan isimdə həmişə nədə olur? Təkdə olur. Ona görə də helps də təkdə olduğundan üçüncü cümləmiz doğrudur. Ümumiyyətlə, əziz abituriyentlər, yadınızda saxlayın ki, əgər feilə s artırırsınızsa, o həmişə təkdədir. Feilə s artırırıqsa, həmişə təkdədir. Yəni, help cəmdədir, amma helps təkdədir. Amma İsmə s artıranda o artıq cəmə düşür. Məsələn, e-book təkdir, books artıq nədir? Onun cəm formasıdır. Dördüncü cümləmizə baxaq. There was deer tracks in the snow. Qarda maralların izləri var idi. Burada fikir verin. Deer tracks. Eyni ilə iki isim yanaşı gəlib. Deer və tracks. Biz nəyə baxırıq? Təbii ki, biz Tracks-a baxırıq. Deməli, tracks-a baxırıq. Tracks nədədir? İzlər sözü cəmdədir. Ona görə də cəmdədirsə, biz bura was qoya bilərikmi? Xeyr, qətiyyən qoya bilməliyik. Nə qoymalıydıq? Were cümlə belə olmalıdır. There were deer tracks in the snow. Bax, cümlə belə olsa daha doğru olardı. Ona görə də dördüncü cümləmiz də səhvdir. Cavab 1-3, B variantı. B variantı. Keçid alağın 79-cu testimizə. Choose the correct sentences. Burada da bizdən doğru cümləni seçməyimizi deyir. Physics was the most difficult subject for John at school. Məktəbdə John üçün ən çətin fən fizika fənni idi. Physics, yenə də deyirəm, sayılmayan isimdir, elm adıdır, təkdədir, was. Physics was-dan düzəlir, bəli, doğrudur. Where is the jeans? Jeans həmişə cəmdə olan isimdir. Təbii ki, where are the jeans olmalıdır. Ona görə də bu səhvdir. Amma have you ironed them? Sən onları deyir, ütüləmisənmi? Them əslində doğrudur. Sadəcə izə görə bu cümlə səhvdir. Üçüncü cümləyə baxaq. His parents' advice helps him a lot. Onun ailəsinin məsləhəti ona, daha doğrusu onun valideynlərinin məsləhəti ona çox kömək edir. İki isim yanaşı gəlibmi? Parents advice gəlib. Görürsünüz, həm valideyn də isimdir, məsləhət sözü də isimdir. Advice sözü nədir? Həmişə təkdə olan isimdir, çünki sayılmır. Ona görə də sayılmayan isim necə xəbər götürür? Tək xəbər götürür. Fikir verin, helps götürüb. Ona görə də his parents advice helps. Bu doğrudur. Üçüncü cümləmiz doğrudur. Dördüncü cümləyə baxaq. There is a lot of deer in this forest. Deyir, meşədə çoxlu maral var idi. Əgər a lot of deer deyirsə, necə iz ola bilər? Burada nə olmalıydı? There are a lot of deer in this forest. Belə olsaydı, doğru olardı. Ona görə də cavab 1-3, E variantı.
İ variantı. Keçid alağın 80-ci testimizə. 80-ci testdə E variantında bizdən there were several jars of honey on the upper shelf. Deyir, yuxarı rəfdə bir neçə banka bal var idi. The word da doğrudur, düzdür. Several uzlaşıb, bəli. Biz bir də demişik ki, həmişə jars of honey olanda, ümumiyyətlə ofla düzələndə mütləq ofdan öncəki ismə baxmaq lazımdır. Jars nədir? Cəmdədir. Bankalar. Bankalar cəmdədir. Word də cəmdədir, doğrudur. Several da bir neçə deməkdir. Həmişə cəmsillərlə işlənir. Ona görə də A variantı doğrudur. B variantı. A jar of honey were put into the cupboard. Bir banka bal mətbəxdəki şkafa qoyuldu. Niyə were olsun ki? A jar nədir? Təkdədir, düzdürmü? Ofdan öncəyə baxırıq da dedim. Ona görə də burada nə olmalıdır? Was olmalıydı. Were səhvdir. B variantı səhvdir. C variantına keçid alağın. Deməli, some honey were served for supper. Yemək üçün biraz bal servis edildi. Yəni gətirildi, masaya gətirildi, servis edildi. Some honey doğrudur. Some həm sayılmayan tək isimlərlə işlənir, həm də sayılan cəm isimlərlə işlənir. Amma sayılmayan tək isimlə işlənibsə necə burada were ola bilər? Nə olmalıydı? Was. Honey'yə görə was olmalıydı. C variantı səhvdir. Both the driver and the passenger was hurt. Həm sürücü, həm də sərnişin yaralanmışdı. Both özündən sonra cəm xəbər götürür. Ona görə də səhvdir. Were olmalıydı. Həm də deyir, həm iki nəfər burada. Yəni iki nəfər nəzərdə tutur deyib, were olmalıydı. D variantı da səhvdir. E variantına baxaq. There is big wheels which take you 135 meters high. Deyir, burada səni 135 metr hündürlüyə qaldıran böyük təkərlər var. Əgər big wheels cəmdədirsə, necə burada iz ola bilər? Nə olmalıydı burada da? R olmalıydı. There are big wheels which take you 135 meters high. Cavab əslində belə olmalıydı. Deməli, burada doğru cavab 80-də E variantıdır. Keçirik 81-ci testimizə. Choose the correct sentences. Doğru cümlələri seçirik. The proposals of the manager were accepted at the meeting. Deyir, toplantıda, deyir, menecerin təklifləri toplantıda qəbul olundu. Biz nə demişdik? Ofdan öncəyə baxırıq. Ofdan öncəki isim nədir? Proposals, təkliflər cəmdədir. Deməli, xəbərimizdə nədə olmalıdır? Cəmdə, xəbərdə cəmdədir. Doğrudur. Birinci cümləmiz doğrudur. İkinci cümləmiz, a few members of this club has heard about the incident. Bu klubun bir neçə üzvü insident barədə, yəni hadisə barədə xəbərdardır. Hadisədən, yəni hadisəni eşidib. Hadisəni eşitmişdir. A few members of this club. A few members-ə görə bizim xəbərimiz nədə olmalıdır? Cəmdə. Amma xəbərimiz nədədir? Təkdə. Have olmalıydı. Ona görə də ikinci cümləmiz səhvdir. Üçüncü cümləmizdə a number of people are waiting outside. Çoxlu insanlar çöldə gözləyirlər. Ümumiyyətlə, a number of-dan sonra yadda saxlayın. A number of-dan sonra, a number of çoxlu deməkdir və a number of-dan sonra gələn isim cəmdə olmalıdır, xəbər də cəmdə olmalıdır. Fikir verin, people cəmdədir, are da cəmdədir, xəbər də cəmdədir. Ona görə də bu cümlə doğrudur. Üçüncü cümlə doğrudur. Dördüncü cümlə. The number of the people waiting outside were increasing. Amma the number of sayı deməkdir. Nəyinsə sayı, insanların sayı, kitabların sayı və the number of-dan sonra gələn isim cəmdə, xəbərsə nədə olmalıdır? Mütləq təkdə olmalıdır. Burada isə xəbərimiz cəmdədir. Ona görə doğru deyil. Dördüncü cümləyə bir də baxağın. The number of the people waiting outside was increasing olmalıydı. Yəni, çöldə dayanan insanların sayı artırdı. İnsanların sayı artırdı. Deməli, ona görə də dördüncü cümləmiz nədir? Səhvdir. Cavab, burada cavab C variantı olur. 81-ci testdə doğru cavab
C-dir. 82-ci testimizə keçid alağın. The number of the scientists taking part in the conference were 50. Konfransda iştirak edən alimlərin sayı 50-dir, 50 idi. The number of-dan sonra necə isim gəlirdi? Cəm isim gəlibbi, gəlib, doğrudur. Xəbər necə gəlməlidir? Təkdə gəlməlidir, amma nədə gəlib? Cəmdə gəlib, was olmalıydı. Ona görə də səhvdir were. Birinci cümlə səhvdir. A number of scientists have been awarded recently. Bu yaxınlarda çoxlu alimlər mükafatlandırıldı. Çoxlu alimlərə mükafat verildi. A number of nədir? Çoxlu deməkdir. Özündən sonra cəm isim gəlib, doğrudur. Cəm xəbər gəlib, bu da doğrudur. Have də nədir? Cəm xəbərdir. Ona görə ikinci cümləmiz düzdür. A few branches of the tree were broken by the wind. Ağacın bir neçə budaqları külək tərəfindən qırılıb. Yəni külək ağacın budaqlarını qırıb. Burada a few branches, of-dan öncəyə baxırıq. Of-dan öncə nədir? Budaqlar, branches cəmdədir. Doğrudur. Ona görə də were də nədir? Xəbəri də cəmdədir. Deməli, of-dan öncə olan isim cəmdə olduğuna görə xəbər də nədədir? Cəmdədir. Və üçüncü cümləmiz doğrudur. 4-də baxağın. Different ways of learning English is taught all over the world. Deməli, ways nədir? Cəmdədir. Cəmdədir. Of-dan öncə olan ways cəmdədir. Amma xəbər təkdədir. Xəbər olmalıdır nə? Are. Belə olmalıdır. Different ways of learning English are taught all over the world. Yəni, tərcüməsi belə gedir ki, İngilis dili öyrənmənin müxtəlif yolları bütün dünyada öyrənilir, yəni tədris olunur. Cavab 4-cü cümlədə səhv olduğundan burada doğru cavab 82-də A variantıdır. Keçid alağın 83-cü testimizə. 83-cü testimizdə there are 2 bottles of oil in the cupboard. Şkafda 2 butulka yağ var. Of-dan öncəki isim nədir? Cəmdədir. Xəbər də nədədir? Cəmdədir. Doğrudur. Birinci cümlə doğrudur. Some oil was used for making salad. Salat düzəltmək üçün biraz yağ istifadə olundu. Some oil. Oil nədədir? Sayılmayan isimdir, təkdədir. Və was da təbii ki, xəbəri də təkdədir. Bu doğru cavabdır. A box of sweets were bought at the grocer's. Grocer, yəni ərzaq olan mağazaya deyil, ərzaq satılan mağazaya deyirlər. Şirniyyat, bir qutu şirniyyat, mağazaya bir qutu şirniyyat gətirildi. Of-dan öncəki isim nədir? Box. Təkdədirmi? Bəli, təkdədir. Box təkdədir, görürsünüz. Amma xəbər nədədir? Cəmdədir. Xəbər də olmalıydı təkdə. Ona görə səhvdir. A box of sweets was bought. Əgər indiki zamanda olsaydı, is bought olmalıydı. Ona görə 3 səhvdir. 4-cüyə baxağın. How many kilos of sweets was bought? Neçə kilo şirniyyat alınıb? Of-dan öncəki isim nədir? Cəmdədir, kilos. Qələm yazmır. Aha, yazdım. Kilos cəmdədir. Ona görə də bizim xəbərimiz nədə olmalıydı? Cəmdə. Cümlə belə olmalıydı. How many kilos of sweets were bought? Belə olmalıydı. 4-cü cümlədə səhvdir. Beləliklə cavab 1-2 A variantı. Baxın 84-cü testimizə. There were 2 buckets of water on the floor. Yerdə, yəni döşəmədə 2 vedrə su var idi. Of-dan öncəki isimə baxırıq. Buckets cəmdədir. Xəbər nədədir? Xəbər də cəmdədir. Doğrudur. Birinci cümlə doğrudur. İkinci cümlə. A lot of water were used to wash the dishes. Qabları yumaq üçün çoxlu su istifadə olundu. A lot of water olacaq nə? Was used. Niyə? Çünki sayılmayan isim təkdə olur. Bu isə cəmdədir. İkinci cümlə səhvdir. Üçüncü cümlə. A few jars of honey was put on the table. Bir neçə banka bal stola, masaya qoyuldu.
Ofdan öncəki isim nədir uşaqlar? Jars cəmdədirmi? Cəmdədir, doğrudur. Xəbərdə nədə olmalıdır? Xəbərdə cəmdə. Xəbər nədədir? Təkdədir, səhvdir. Were olmalıdır. A few jars of honey were put on the table. Cavab bu olsa doğru olardı. 4-ə baxırıq. How many jars of honey were bought yesterday? Dünən neçə banka bal alındı? Ofdan öncəki isim nədir? Jarsdır, cəmdədirmi? Bəli. Xəbər, xəbərdə cəmdədir. Doğrudur. Deməli, düzgün cavab 1, 4, C variantı. C variantı. Keçid alağın 85-ci testdə. Hot chocolate was served to the guests. İsti şokolad qonaqlara servis olundu. Hot chocolate, şokolad sayılmayan isimdir. Ona görə də xəbəri təkdədir, doğrudur. Birinci. İkinci. How many cups of hot chocolate were served at the party? Ziyafətdə neçə fincan isti şokolad servis olundu? Burada deməli cups cəmdədir, ofdan öncəki isim cəmdədir, were də cəmdədir, xəbər də cəmdədir, doğrudur. 1, 2 doğrudur. 3-ə baxağın. There was a few cups of hot chocolate on the tray. Məcməyidə, yəni sinidə bir neçə fincan isti şokolad var idi. Bu niyə sizcə doğru deyil? Baxın, ona görə ki, cups cəmdədir, ofdan öncəki isim cəmdədir, xəbər isə təkdədir. Xəbər olmalıydı, were. Cümlə belə olmalıydı. There were a few cups of hot chocolate on the tray. 3, səhvdir. 4. A cup of hot chocolate were put on the saucer. Bir fincan isti şokolad nəlbəkiyə qoyuldu. Fincan təkdədir. Xəbərimiz də təkdə olmalıdır. Amma nədədir? Cəmdədir. Ona görə də 4-də səhvdir. Variant is A. 86-cı testimizə baxağın. How many lumps of sugar was there in the saucer? Lumps gedir, bilirsiniz necə? Bərk maddələr üçün ən çox işlədilir və bir növ sıxlığı bildirir, həcmi sıxlığı bildirir. How many lumps of sugar was there in the saucer? Nəlbəkidə neçə dənə şəkər var idi? Ofdan öncəki isim nədir? Cəm, düzdürmü? Ona görə də bu da cəm olmalıdır. Bu səhvdir. 1 səhvdir. 2. A few lumps of sugar were put into the cup of tea. Bir neçə şəkər deməli çay fincanının içinə töküldü, qoyuldu belə deyək. Ona görə də burada a few lumps nədir? Cəmdədir. Bu da were doğrudur, cəmdədir. 2 doğrudur. Üçüncüyə baxağın. 2 kilos of sugar were bought at the grocer. Grocer food store-da, yəni ərzaq satılan mağazalara deyirlər. Deyir 2 kilo şəkər ərzaq mağazasına gətirildi. Bu da doğrudur. Kilos və were ikisi də uzlaşır. Ona görə də düzgün cümlədir. Some more sugar were added into the compote. Deyir kompota biraz şəkər əlavə olundu. Sugar həmişə təkdə olan isimdirsə, yəni sayılmır da, düzdürmü? Sayılmayan isimdirsə, xəbər də həmişə nədə olmalıdır? Təkdə. Were isə cəmdir. Olmalıydı orada was. Variant is C. 87-ci testimizə keçid alağın. Choose the correct sentences. Doğru cümlələri seçin. The sports news is usually on the back page of the newspaper. Deyir, idman xəbərləri adətən qəzetin axırıncı səhifəsində olur. Burada iki isim yanaşı gəlib, sports və news. News da sayılmayan isimdir. Ona görə də newsla is nədir? Uzlaşır. Cavab doğrudur. Birinci cavab doğrudur. Daha doğrusu cümlə doğrudur. A number of soldiers was hurt in the attack. Çoxlu əskərlər hücumda yaralandılar. A number of demişdik, xəbərdə cəmdə olur. İsmi də. İsim cəmdədirmi? Cəmdədir. Xəbər cəmdədirmi?
Xeyr, cəmdə deyil. Ona görə də səhvdir ikinci variant, ikinci cümlə. Üçüncü cümləyə baxağın. 100 soldiers has put down their guns. 100 əskər silahlarını yerə qoymuşdu. Burada 100 soldiers 100 əskərdir, cəmdədir, doğrudur. 100-dən sonra, 100-dən sonra və ya 100-dən sonra gəlir cəm isim, doğrudur. Amma xəbər də təbii ki, cəmdə olmalıdır, have olmalıydı burada. Ona görə də səhvdir. Both coffee and tea are served here. Kofe və çay hər ikisi burada servis olunur, doğrudur. Kofe və çay, təbii ki, kofe təklikdə olduqda və ya çay təklikdə cümlədə işləndikdə is olur. Niyə? Çünki sayılmayan isimdir. Amma burada hər ikisi də və üstəlik də both verilir. Both olan cümlələrdə yadda saxlayın. Həmişə both ilə olan cümlənin xəbəri cəmdə olmalıdır. Necə ki, cəmdədir, are-da. Və coffee and tea həm də and-lə bağlanıb deyə cəmdədir. Ona görə də dördüncü cümlə doğru cümlədir. Variant is A. Variant is A. 88-ci testdə keçid alağın. Choose the correct sentences. 100 soldiers was marching through the snow. 100 əskər qarın içi ilə addımlayırdı. Soldiers cəmdədir, was isə təkdədir. Səhvdir, were olmalıydı. Ona görə də birinci cümləmiz səhvdir. İkinci cümləmiz a number of plants are used to make medicine. Deyir, dərman düzəltmək üçün çoxlu bitkilərdən istifadə olunur. A number of xəbərdə cəmdə olmalıdır. İsmi cəmdədir, doğrudur. Are, bu da xəbərdə cəmdədir. Ona görə də düzgündür. Üçüncüyə baxağın. Üçüncü cümləmiz the British policeman doesn't normally carry guns. Policeman cəmdədirsə, necə burada doesn't ola bilər? Nə olmalıydı? Don't olmalıydı. Ona görə də səhvdir. Deyir, Britaniya polisləri normalda silah daşımırlar. Ona görə də, amma olsaydı policemen don't normally carry guns, onda doğru cavab olardı. 3 ona daz işləndiyinə görə səhvdir. Dördüncü cümləmizə baxağın. Both bread and milk are delivered every morning. Hər səhər çörək və süd gətirilir, yəni masaya gətirilir. Burada both olan cümlə, biz demişdik ki, both olan cümlənin xəbəri nədə olmalıdır? Cəmdə. Ona görə də doğrudur dördüncü cümləmizdə. Cavab 2, 4, D variantı. D variantı, bəli. Keçid alağın 89-cu testimizə. Choose the correct sentences. Yenə doğru cavabları bizdən istəyir. There is a lot of children's toys in the shop. Deyir, mağazada çoxlu uşaq oyuncaqları var. Amma burada niyə səhvdir? Toys cəmdədir. İki isim demişdim ki, cəmdə olur. İki isim yanaşı gələndə hara baxırdıq? İkinci ismə baxırdıq. Toys ikinci isimdir və xəbərdə nədə olmalıdır? Cəmdə. Bu isə izdir. Ona görə səhvdir. A variantı səhvdir. Keçən B variantına. There are a lot of children's toys in the shop. Uşaqların oyuncaqları, mağazada çoxlu uşaq oyuncaqları var. Children's toys doğrudur. Çünki uşaqların oyuncaq cəmdədir. Are da burada var. B variantı doğrudur. C variantına keçid alağın. There was a lot of children's toys in the shop. Toys-la was olarmı? Xeyr, olmaz. Ona görə C variantı səhvdir. D variantına keçək. There were some children's toy. Burada toys olmalıydı ki, orada da were olsun, düzdürmü? Toydursa olmalıydı was. Ona görə də were də səhvdir. There are some children's toy in the shop. Mağazada bir neçə uşaq oyuncağı var. Deməli, burada necə olacaq? Toy təkdədir, amma are nədir? Cəmdədir. Ona görə də bu da səhvdir. E variantı da səhvdir, D variantı da səhvdir. Cavab B. Variant is B. Keçid alağın 90-cı testimizə. The number of the fallen trees were counted after the storm. Deyir, fırtınadan sonra yıxılan
Yıxılan ağacların sayı hesablanıb. Biz demişik ki, the number of olan cümlənin xəbəri nədə olur? Cəmdə. Cəmdədirmi? Cəmdədir. Daha doğrusu ismi cəmdə olur. Cəmdədirmi? Cəmdədir. Amma xəbər nədə olmalıdır? Təkdə. Was olmalıdır, amma word. Ona görə də bir səhvdir. İkinciyə baxaq. 100 fans was watching the final match. 100 azarkeş final maçına baxırdı. 100 fans olduqda cəmdə. Əlbəttə ki, 100 azarkeş cəmdədir. Xəbər də olmalıdır cəmdə. Ona görə 2 də səhvdir. Üçüncüyə baxaq. A number of flights were cancelled yesterday. Dünən çoxlu uçuşlar, yəni çoxlu reyslər ləğv olundu. Burada flights cəmdədir, word cəmdədir. Hər ikisi cəmdədir, doğrudur. Dördüncü, the use of computers has become common nowadays. İndiki, yəni müasir dövrümüzdə, müasir zamanımızda kompüterlərdən istifadə adi bir hala çevrilib. Burada computersə baxmırıq, nəyə baxırıq? Ofdan öncəki sözə. O nədir? Use, the use, istifadə, nə istifadə. Ona görə də o xəbər də olur tək də. Xəbər də təkdədir. Has become. Cavab ona görə də 4-dür. 4. 3-4 D variantı. Keçid alağın 90 bu 90-cı testi, 91-ci testimizə. The number of the damaged cars were counted after the flood. Deyir, seldən sonra zərər çəkmiş maşınların, yəni dağıdılmış, zərər çəkmiş maşınların sayı hesablandı. The number of'dan sonra nə gəlir? Cəmsim gəlibbi, gəlib doğrudur. Nə gəlməlidir? Tək xəbər, amma cəm xəbər gəlib. Ona görə də bir səhvdir. 2-yə baxırıq. 1,000 salesman is selling goods at the trade fair. 100 satıcı ticarət yarmarkasında malları satır. Deməli 100 salesman cəmdədirmi? Cəmdədir. Xəbər nədə olmalıdır? Cəmdə, amma izdir. Ona görə də səhvdir. Belə olmalıdır. 1,000 salesmen are selling goods at the trade fair. Üçüncüyə baxaq. A number of tickets were sold during a short time. Çoxlu biletlər qısa bir müddət ərzində satıldı. A number of xəbərin ismi nədə olmalıdır özündən sonra? Cəmdə. Cəmdirmi? Cəmdə. Xəbər nədədir? Cəmdə. O da cəmdə, ona görə də doğrudur. Hər ikisi doğrudur. Uzlaşmanı pozmayıb. Dördüncü daha doğrusu the use of mobile phones has become common nowadays. Deyir, müasir dövrümüzdə mobil telefonlardan istifadə adi bir hala çevrilib. The use təkdədir. Yəni phones-a baxmırıq. Nəyə baxmalıyıq? Ofdan öncəyə. The use təkdədir. Has become. O da təkdədir. Ona görə də 4-cü cümlədə doğrudur. 91-ci testdə variant is C. 92-ci testimizə keçid alağın. The teachers meeting held on Monday. Ümumiyyətlə, to hold the meeting gedir toplantı keçirtmək, yəni iclas keçirtmək. Burada da teachers meeting. Meeting nədədir? 2 isim yanaşı gəlib teachers və meeting. Meeting təkdədir. Ona görə də nə olacaq? Tək olacaq. Was burada təkdir. Elə bir uyğun gəlir. Was the teachers meeting held on Monday? Müəllimlərin iclası birinci gün mü keçirilir və ya keçiriləcək? Biz bilirik ki, will həm təkdə gedir, tək xəbər gedir, həm də cəm xəbər gedir. Ona görə də 3 də doğrudur. Will the teachers meeting be held on Monday? Be niyədir? Biz bilirik ki, will'dən sonra gəlməlidir nə? Feil gəlməlidir. Ona görə də burada üçüncüdə be gəlir. Yəni be'nin olması mütləqdir. Will the teachers meeting be held on Monday? Birinci gün müəllimlərin iclası
keçiriləcəkmi? Doğrudur. Were olmaz. Ona görə ki, meeting təkdədir. Have də olmaz, çünki meeting təkdədir. Cavab 1-3 A variantı. Keçid alaq 93-cü testimizə. The students conference held in the main hall deyir. Ümumiyyətlə yadda saxlayın. Hold the conference, hold the meeting, konferans keçirtmək, toplantı keçirtmək, yəni iclas keçirtmək kimi tərcümə olunur. Buradasa students conference, conference nədədir? Təkdədir. Ona görə də biz də demişik iki isim təkdə gələn, iki isim yanaşı gəndə ikinci ismə baxırıq. İkinci ismimiz təkdədirsə, cəmləri çıxağın were, have. Have də cəmdir, were də. Avtomatik cavab alındı heç cümləni tərcümə belə eləmədən. Was the students conference held in the main hall? Şagirdlərin konfransı əsas holda keçiriləcək. Will be ilə olsa keçiriləcək, was ilə olsa keçirilmişdirmi? Kimi tərcümə olunur. Ona görə də cavab 93-də A variantıdır. 94-də keçid alağın. Your children's school bus was your children. Burada da children's school bus. School bus'a baxırıq. School bus nədir? Təkdədir. Ona görə də was olacaq. Was your children's school bus late? Sənin uşaqlarının məktəb avtobusu gecikdimi? Üçüncüdə isə deyir, will your children's school bus be late? Gec olacaqmı? Ona görə də cavab burada da 94-də də I variantıdır. Keçid alırıq 95-ci testimizə. Your parents country cottage. Country cottage bağ evi deməkdir. Deməli burada əgər deyir ki, cottage bir yerdə gedir də, country cottage. Bu da nədədir? Təkdədir. Deməli biz yenə də cəmləri silirik. Cavab 1-3. Was your parents country cottage sold? Sənin valideynlərinin bağ evi satıldı mı? Will-lə versək, will your parents country cottage be sold? Sənin valideynlərinin bağ evi satılacaqmı? Yenə də variant A. Keçid alırıq 96-cı testimizə. The list of newly qualified doctors was officially announced. Deyir, ümumiyyətlə qualified ixtisaslaşmış deməkdir. Deməli, burada da newly qualified yeni ixtisaslaşmış həkimlərin siyahısı rəsmi şəkildə elan olundu. Burada newly qualified doctors list. Deməli, listə baxırıq. Ofdan öncə listə baxırıq. List təkdədir, was da təkdədir. Bir-birini tamamlayırlar. Deməli, birinci cümləmiz doğrudur. İkinci cümləmiz the number of destroyed forests has increased. Dağıdılmış, yəni məhv olmuş meşələrin sayı artmışdı. The number of-dan sonra nə gəlir? Cəm xəbər, daha doğrusu cəm isim, tək xəbər. Doğrudan da gəlib. Cəm isim, buradan da tək xəbər. Ona görə 2 də doğrudur. Deməli, keçirik 3-cü cümləmizə. A large number of research projects has been done. A large number of, o da çoxlu deməkdir. Biz də demişdik ki, çoxlu olduqda onun çoxlu kimi tərcümə olundu. A number of, a large number of, onların isimləri nədə olur? Təkdə xəbərləri cəmdə, üzr istəyirəm, xəbərləri də cəmdə, isimləri də cəmdə, xəbərləri də cəmdə olur. Yəni project də cəmdədir, həz isə cəmdə deyil. Ona görə səhvdir. 3 səhvdir. Tərcümə belə gedəcək. Çoxlu a large number of research projects have been done olmalıdır. Çoxlu tədqiqat proyektləri, layihələri artıq həll olunmuşdur. Yəni görülmüşdür, iş görülmüşdür, həll olunmuşdur. 4-cü, the quality of delivered goods were high. Çatdırılan, deliver çatdırmaq deməkdir. Çatdırılan malların keyfiyyəti yüksək idi. Burada da the quality of delivered goods. Goods əmtə, mal deməkdir. Həmişə nədir? Cəmdə olan isimdir. The quality of delivered goods. Ona görə də cavab burada isə olmalıdır was. Niyə görə? Çünki quality təkdədir. Burada da olmalıdır were yox, was. The quality of delivered goods was high. Belə olmalıydı. Ona görə 4-də səhvdir. 96-da cavab 1
2. Variant is B. Variant is B. Okay. That's all.